Hər birinizi salamlayıram. Bu yaxınlarda bir bazarda idim. O Talkuçka deyirlər də bizdə də. Şirniyyat tərəfdə və orada gəzdiyim vaxt bir çox şeylər gördüm. Doğrudan da indiki zamanda nə istəyirsən tapmaq olar orada. Hər şey satılır. Amma mənim diqqətimi bir-iki şey çəkdi özünə. Demək, gedərkən gördüm ki, orada süni meyvələr satılır. Yəni, o evdə qoymaq üçün, nəsə bir qəşənglik üçün. Amma elə görsənirdi ki, elə bir ki, onlar təbiidir. Və eyni ilə də bir yerdən keçərkən gördüm ki, belə paçkalarla pullar qoyulub. Yəni, bizim milli pullarımız. Manatlıqdan tutmuş da 500-lüyə qədər. Dedim, buna baxın. O da süni pullar satılır. Və eyni ilə də gedərkən oradan gördüm ki, telefonlar var, satılır orada. Mən dedim, yəqin nə ucuz telefon satılır orada. Dedilər, yox, bu sünidir, bu uşaqlar üçündür. Amma görünüşü elə bir görsənirdi ki, həqiqidir. Və bugünkü bizim mövzumuz süni və yaxud saxta iman və ya imanlılar haqda olacaq. Gəlin birlikdə biz Matta İncilini 7-ci fəsil 21-ci ayədən 23-cü ayədək oxuyaq. Matta 7, 21-23. Mənə ya Rəbb deyən hər kəs səmavi padşahlığa girməyəcək. Ancaq göydə olan atamın iradəsini yerinə yetirən girəcək. O gün bir çoxları mənə deyəcək, ya Rəbb, məgər biz sənin adınla peyğəmbərlik etmədikmi? Sənin adınla cinləri qovmadıq mı? Sənin adınla bir çox möcüzələr göstərmədikmi? O zaman mən onlara açıq-açığına deyəcəyim. Mən sizi heç vaxt tanımamışam. Ey qanunsuzluq edənlər, mənim yanımdan uzaq olun. Doğrudan da bu yeri oxuyanda biz görərik ki, Əhd-i Cədidəki ən belə sarsıdıcı və düşündürücü sözlərdən biridir. Bu sanki insanın rahatlığını donduran bir göy gürültüsü kimidir. Burada danışan İsa Məsihin özüdür. Və maraqlıdır ki, o onu inkar edənlərə deyil müraciəti. Biz çox vaxtı, məsəl üçün, onu inkar edən insanlardan və həvari, məsəl üçün, Peterdən və bütün həvarilərdən söhbət edirdik ki, hansılar ki, onu axır məqamında, çətin vaxtında inkar etdilər, qoydular, qaçdılar, düzdür? Amma onun sözü onu inkar edənlərdən deyil. Onun sözü, ya Rəbb deyən müraciət edənlərədir. Bu sözlər dinsizlərə deyil. Bizə, məbədə, dua edən, xidmət edən, mahnı oxuyan, vəz edən, təbliğ edən imanlılardır. İsa göstərir ki, insan işıq mühitində yaşayıb, yenə də qəlbində qaranlıqda qala bilər. Sən görsənə bilərsən ki, imanlısan və məbədə gəldikdə bəlkə də nur saçacaqsan. Amma məbəddən çıxandan sonra sənin həyatın nə göstərir? Allahın kəlamını bilmək, Allahı tanımaq demək deyil. İsa'nın adını çəkmək, hələ ona məxsus olmaq demək deyil. Bugün iblislər də deyirlər, ya Rəbb. Ona məxsus deyirlər, onlar onkilər deyil artıq. Bir gün bütün insanlıq Məsihin qarşısında dayanacaq. Mən inanıram ona. Bir gün bütün insanlıq, bütün bəşəriyyət İsa Məsihin qabağında duracaq. Və çoxları deyəcək, ya Rəbb, məgər biz sənin adınla xidmət etmədikmi? Amma bir çoxlarına cavab belə olacaq. Mən sizi heç vaxt tanımamışam.
Bu cümlə qəzəbin deyil, kədərin sözüdür. İsa Məsih onu qəzəblə yox, kədərlə deyəcək. Çünki o insanlar üçün də o öz qanını axıdıb, əzab çəkib. Bu, bizi tanımaq istəyən, amma yaxınlıq qurmağa imkan vermədiyimiz Məsihin ağrısıdır. Saxta iman dedikdə, mənə ya Rəb deyən hər kəs bugün bir çoxu özünü imanlı adlandırır. Amma İsa deyir, hər Rəb deyən padşahlığa girməyəcək. Və burada bir sual doğurur. Niyə? Çünki həqiqi iman yalnız dildə deyil, ürəkdə və həyatda görünür. Sən dildə deyə bilərsən ki, mən imanlıyam. Və dildə deyə bilərsən ki, ay can, ay mənim qardaşım, mən səni sevirəm, ay mənim bacım. Amma həyatda onu sən yaşamırsansa, onu göstərmirsənsə, sən imanlısanmı? Bəlkə doğru dualar edirik. Amma eyni zamanda yanlış həyat yaşayırıq. Doğru doktrinaları bilirik nələr olar, nələr olmaz. Amma eyni zamanda Allahı tanımırıq. Bizim əlimizdə müqəddəs kitab ola bilər. Biz onu tuta bilərik əlimizdə. Amma o kitabı ürəyimizi tutsun deyə o kitab icazə vermirik. Bilirsiniz, baxanda məsəl üçün, burada indi işıqlara formanı görə bilərik də məsəl üçün. Görürək ki, məsəl üçün, lampa yerindədir, hər şey yerindədir, amma işıq yanmır. Belə baxırsan, deyirsən ki, hər şey qaydasındadır da, burada nə var ki, bir problem? Bu işıqdır da, amma əgər ona cərəyan gəlmirsə, onu heç vaxt sən yandıra bilməyəcəksən. Əgər sənin əlaqən Allahdan yoxdursa, sən heç vaxt işıq olmayacaqsan. Həqiqi məsihçilik yalnız imanlı adlanmaq deyil. Məsihin bizi Məsih kimi tanımasıdır. İmanlı yalnız ad deyil, o münasibətdir. Bu titul deyil, bu həyatdır. Bu günləri mən sizə sual versəm ki, məsəl üçün, bir çox məşhurları siz tanıyırsınız, bəlkə də deyirsiniz ki, tanıyıram. Prezidenti tanıyırsınız, deyirsiniz, tanıyıram. Amma sual versəm ki, o sizi tanıyır, deyəcəksiniz ki, yox. Biz Rəblərin Rəbi, padşahların padşahı, İsa Məsihi öz Rəbbimiz kimi sevirik, qəbul etmişik və onu tanıyırıq. Sual yaranır. Amma tanıyırmı Rəbb sizi? Siz deyirsiniz, mən Rəbbin balaları. Amma Rəbb sizi tanıyırmı? Bilirsiniz, belə bir söz var, deyirlər, nominal məsihçi. Yəni, yalnız adlanır məsihçi. Bu, ən təhlükəli bir anlardan biridir. Çünki insan özünü xilas olmuş kimi sana bilər. Amma heç vaxt əsl tövbə nə olduğunu o bəlkə də yaşamayıb. Sən məbədin üzvü ola bilərsən. Amma eyni zamanda Məsihin bədəninə heç bir aidiyyətin olmayacaq. Ya Rəbb, məgər biz sənin adınla peyğəmbərlik etmədikmi? Doğrudan da bu çox bir təəccüblü bir şeydir. Bu insanlar yalnız Rəbb demirdilər. Fikir verin, onlar xidmət edirdilər. Onlar peyğəmbərlik edirdilər, cinləri qovurdular, möcüzələr göstərirdilər. Amma İsa Məsih onlara deyir ki, mən sizi heç vaxt tanımamışam. Axı bu necə ola bilər? Çünki Allahın işlərini onlar Allah üçün etməyiblər. Təkrar edirəm, Allahın işlərini Allah üçün etməyiblər. Xidmət görünüşcə doğrudur. Amma motiv özü səhvdir. Bəzən insanlar özlərini tanıtmaq üçün xidmət edirlər.
Bəzən insanlar emosiyalar naminə xidmət edirlər və ya uğur qazanmaq üçün xidmət edirlər. Rəbbin məhəbbəti üçün xidmət etmirlər. Yəqin ki, bir çoxlarınız belə bir padşahı tanıyırsınız, Şaul padşahını. Əhd-Əhd-dən. Bilirsiniz, o müqəddəs kitab deyir ki, o qurbanlar gətirdi. Deyirdi ki, hər şeyi Rəbb üçün edirəm. Amma Allah ona dedi, qurban gətirməkdən çox itaət yaxşıdır. Şaul ibadət edirdi, amma itaət etmirdi. Bugün də eynidir. Məbəddə çox aktiv ola bilərsən. Çox məşğul ola bilərsən. Bəlkə də sən hansısa bir xidmətçisən, pastırsan, diakonsan, vəzçisən, ilahi oxuyansan və hətta bəlkə də sən komandan var, komandada xidmət aparırsan. Amma eyni zamanda, diqqət edin, sən ruhani ölü ola bilərsən. İtaətsiz xidmət sadəcə dırnaq arası müqəddəs teatrdır. Və Allah aktyorları yox, övladlar özü üçün axtarır. Ona aktyorlar lazım deyil, ona səmimi, ona inanan, ona itaət edən övladlar lazımdır. Bir xidmətçi etiraf edir. 30 il İsa üçün xidmət etdim. Amma onunla yaşamadım. Allahdan danışıram, amma onunla danışmıram. Bir gün dua edərkən dedi, Rəbb, mən kiməm? Və anladı ki, bütün etdiklərlə hamısı təməlsiz idi. Sənin təməlin bu günləri İsa Məsih olmalıdır. Əgər sən İsa Məsihlə deyilsənsə, əgər sənin təməlin İsa Məsih deyilsə, nə edirsən sən bu etkinə, sənin xidmətin puç olacaq. Ancaq göydə olan atamın iradəsini yerinə yetirən girəcək səmaya. Həqiqi iman Allahın iradəsini bilməkdə deyil, onu yerinə yetirməkdədir. Sən bəlkə bu günləri Allahın iradəsini bilə bilərsən. Deyərsən ki, mən bilirəm, Allahın iradəsi budur. O istəyir ki, bunu edim. Bilmək o demək deyil ki, sən onu yerinə yetirirsən, sən onunla yaşayırsan. Bir çox insan xilas olmaq istəyir. Amma diqqət yetirin. Xilas olmaq istəyirlər, amma itaət etmək istəmirlər. Özləri üçün bərəkət arzulayırlar, amma Allah onlara istiqamət göstərir. O istiqamətlə getmirlər. İsa Məsih bir məsəl deyir. Matta 21-ci fəsil, 28-ci aydan 31-ci ayədək evdə oxuya bilərsiniz özünüzdə. Orada iki oğul haqqında deyilir. Və ata öz oğullarına müraciət edir ki, getginə və orada sən işləginə. İki oğul vardı. Ata onlara müraciət edəndə, getginə burada bu işləri gör bağımda. Birinə deyir, getməyəcəyəm. Amma sonra peşman olub gedir. Biri isə deyir, gedəcəyəm. Amma getmir. İsa dedi, doğru olan söz verən deyil. Ki, narahat olma ata, mən gedəcəyəm. Doğru olan yerinə yetirəndir. O hansı ki, deyir ki, gedməyəcəyəm, amma getdi, onu elədi. Və bəraət kim qazandı? Həmin o insan hansı ki, həmin oğul getdi və o işi gördü. Rəbb gözəl sözlər deyən yox, itaətkar olan ürək axtarır. Bugün sən bəlkə də sənin gözəl sözlərin ola bilər. Sən bəlkə də yaxşı bir orator ola bilərsən. Sənin böyük ehtiyatın ola bilər, söz ehtiyatın ola bilər. Sən gözəl çıxışlar edə bilərsən. Amma əgər sən
itaətkar deyilsənsə, sənin bütün xidmətin, sənin bütün həyatın boşdur. Bir imanlı pastora deyir, mən Allahı tanıyıram. Pastor cavab verir ona, yaxşı, amma Allah da səni tanıyırmı? Və bu, həminki imanlını düşünməyə vadar edir. İtaət etmək Allaha bu borc deyil. Bir çoxları deyir ki, mənim borcumdur. Yox, itaət sevginin sübutudur. Əgər biz İsa Məsihi seviriksə, o zaman biz ona itaətkar oluruq. Kim Allahı həqiqətən sevirsə, onun iradəsini yan keçməyin yollarını deyil, yerinə yetirməyin yollarını axtarır. Müqəddəs kitabın bu hissəsi 7-ci fəsil Mattanın 21-ci aydan 23-cü ayədək bizi məhkum etmək üçün deyil, bizi sınaq etmək üçündür. Allah hər birimizdən soruşur, sən mənə Rəbb deyirsən, amma həqiqətən də mən sənin üçün kiməm? Məsihçilik sadəcə forma deyil, o münasibətdir. Sən sadəcə məbəd üzvü deyilsən. Sən ya səmavi atanın övladısan, ya da övladı deyilsən. Bir gün Abraham Lincoln'dan soruşurlar. Düşünürsünüzmü ki Allah bizim tərəfimizdədir? O isə cavab verir. Mənim üçün vacib olan bizim onun tərəfində olub olmadığımızdır. Bəlkə də sən fikirləşirsən ki, Allah səninlədir. Amma diqqətli ol, sən özün Allahlansanmı? Əsl sual budur. Sən Allaha inanırsan, amma ona məxsussanmı? Hər kəs özünü yoxlamalıdır. Mənim özümdə tövbə ruhu varmı? Allahın kəlamına sevgim varmı? Allaha itaətim varmı? Müqəddəs ruhun ürəyimdə şahidliyi varmı? Əgər yoxdursa, özünü ittiham etmə. Rəbbin mərhəmətinə sığın. İsa'nın bu sözləri hökm deyil, xəbərdarlıqdır. O, sevgidən gələn bir çağırışdır. O deyir, bugün var ikən tövbə et. Xidmət başlamamışdan qabaq, biz qardaşlarla söhbət edirdik. İnsanlardan hansılar ki, həyatdan tez köçüblər. Cavan, yəni köçüblər. Bilirsiniz, bizim həyatımız Allahın əlindədir. Və sən bilmirsən ki, bir neçə saniyədən sonra səninlə nə ola bilər. Və ona görə də Rəbb deyir, bugün var ikən, bax, bugün yaşayırsansa, tövbə et. Çarmıqdakı quldur ömrünü Allahsız keçirirdi. Amma son anında o deyir, ya Rəbb, məni yadına sal. İsa cavab verir, bugün mənimlə sən cənnətdə olacaqsan. O sübutlar yox, iman gətirdi, həmin o quldur və İsa onu tanıdı. Yəqin ki, bir çoxlarınız Titanic filminə baxmısınız və görmürsünüz ki, o Titanic gəmisi batan zamanı bir çox insanların ayrı-ayrılıqda reaksiyaları var idi. Kimsə buna sakitcə yanaşırdı, kimsə ajiotaja düşüb qaçırdı, kimsəyə öz vəzifəsini yerinə yetirmək üçün nəsə edirdi. Beləliklə, batan bir gəmini təsəvvür edin. İnsanlar hələ də əylənir, amma su qalxır və birdən səs gəlir. Çalışın, qurtulun.
Bəziləri bəlkə də gülür o zaman. Bəziləri bəlkə də o sözlərə şübhə ilə yanaşır. Bəziləri isə onu eşidib o saat qayğa tullanır və xilas olurlar. Və bugün də eyni ilə müjdə də bizə deyir. Gec olmadan İsa'nın qucağına atıl ki, xilas olasan. Yadınızda saxlayın, tövbə utanc deyil. Mən birinci dəfə tövbə edəndə utanırdım çıxım cəmaatın qabağına. Deyirdim, ay, bu insanlar mənə baxırlar axı. Mən necə gedib orada tövbə edəcəyim? Amma tövbə utanc deyil. O evə qayıdışdır. Allah mükəmməl insanları deyil, sınıq ürəkləri axtarır. Bir gün gələcək ki, Məsih son sözü deyəcək. O gün imanımızı sübut etmək üçün gec olacaq. Vacib olan tək şey, Məsih səni şəxsən tanıyırmı? Bugün isə onun səsi yenə də eşidilir. Budur, qapıda durmuşam və döyürəm. O dünyanın deyil, imanlıların qəlbinin qapısında bu günləri döyür. O sənin, onun danışmağını deyil, onunla yaşamağını istəyir. O istəmir ki, sən onunla yalnız danışasan, o istəyir ki, sən onunla yaşayasan. Yəni, bugün bir-birimizə deyək. Rəbb, mən sadəcə sənin adını daşımaq istəmirəm. Mən sənin olmaq istəyirəm. Onda da, mən sizi heç vaxt tanımamışam deyil, siz başqa bir səsi eşidəcəksiniz. Afərin, yaxşı və sadiq qulum. Ağının sevincinə şərik ol. Rəbb hər birimizi xeyir dua versin. Amin.